Hər vaxtınız xeyir olsun. Bugün çox gözəl, yeni, hər kəsin bəyənəcəyi bir resept bölüşürəm. Qazana 3 xörək qaşığı şəkər tozu, 1 litr süd əlavə edirəm. Ocağın üzərinə yerləşdirirəm. Qarışdırıb qoyuram süd, qaynara düşsün. Süd qaynara düşənə qədər 2 ədəd bananın qabağını təmizləyirəm. Süd qaynara düşdü. Süd tam qaynadıqdan sonra 2 ədəd banan əlavə edirəm. 10-12 ədəd peçenya əlavə edirəm. 1 çay qaşığı da hil əlavə edirəm. Ocağın altını lap az odda 1-2 dəqiqə saxlayıram ki, peçenyalar yumşalsın. Peçenyalar qaynar süddə tam yumşaldıqdan sonra ocağın üzərindən alıram. Blenderdan bunları krem halına gətirirəm. Qarışım hazır olduqdan sonra isti şəkildə stəkanlara əlavə edirəm. Hazır olduqdan sonra otaq istisində saxlayıram, tam soyusun. Tam soyduqdan sonra üzərinə kakao səpirəm. Hazır olduqdan sonra soyuducuda da 1 saat gözlədə bilərsiniz. Mən gözlətmədim. İnanın ki, o qədər möhtəşəm bir desert alınır ki, bugünə qədər yediyiniz ən dadlı desert bu olacaq. Südlü, bananlı, peçenyalı və də hil qatdıqda çox möhtəşəm bir dad ortaya çıxır. Hazırlayıb yoxlayın. İnanın ki, çox bəyənəcəksiniz.